Deməli, keçən səfər söz verdiyim kimi, o kişilər qadınlardan üstündür mövzusu haqqında danışacağıq. Bəziləri dediyim kimi, bəziləri elə zənn edir ki, kişilər hər cəhətdə, hər tərəfli kişi qadından üstündür. Amma elə bir şey yoxdur. Burada üstündədir, yəni ki, üstünlük verilir birinizin digərinizə sözü keçir. Bədəhum ələ bədi. Bəzilərinizin bəzilərinin üstünə. Yəni ki, üstünlük verilir. Orada mövzu nə mövzudur? Yəni ki, kişilər qadınların hamisidirlər yazıb. İndi xırdalayacaq hamisidir, bəli, və daha kapsamlı, yəni geniş. Burada ərəb sözü qavvamuna keçir. Yəni ki, sadəcə himayə eləmək bitdi deyil. Və indi açıqlayacaq mövzu nədir? Və deyir ki, Allahın onların birini digərindən üstün etməsinə görədir. Demək, kişilər qadınların himayəsidirlər. Allah onlardan birini digərlərinə üstün etməsinə görədir. İndi burada, məsəl üçün, üstün mövzusu, mən sizə bir misal gətirim. Məsəl üçün, bir evdə uşaq məktəbdən gəlir, o, məsəl üçün, biri riyaziyyat fənni keçib, dərs keçib və başqa bir fəndən rus dili dərsi keçib və yaxud qeyri bir dil fən. Burada, məsəl üçün, ola bilsin ki, ana atadan daha elmdə üstündür, fədlə keçir. Yəni, şeydə daha qüvvəlidir elmdə. Üstünlük verilir ki, ana riyaziyyatdan o uşaqla ana məşğul olsun, nəinki ata. Yəni ki, üstünlük verilir anaya, üstünlük verilmir ataya ki, ata məşğul olsun riyaziyyat. Çünki ata anadan elmdə, riyaziyyatda zəifdir. Amma rus dilini daha mükəmməl, gözəl, deyir ki, ata bilir. Ata da üstünlük verilir ki, məşğul olsun kim? Məşğul olsun bu dəfə ata. İndi bunun kimi üstünlüklər bir-birinə qarşı, yəni qarşılıqlıdır. Ola bilər ki, məsəl üçün, bir qadın elə olsun ki, kişi məsəl üçün gedir, çörək qazanır, işləyir, bütün yükü üstünə götürür, eləyir. Yəni, belə də bir şey var da həyatda, məsəl üçün, kişi deyir ki, işi yoxdur, amma qadının bu dəfə güclü bir, gözəl bir həkimdir. Gedir, məsəl üçün, xəstəxanada işləyir, yaxşı da maaşı var, gətirir, gəlir, ailəsinə yardım edir, kömək edir, uşaqların ehtiyacını, evin ehtiyacının bir çox hissəsi qadına düşür, o eləyir. İndi burada o demək deyil ki, bu dəfə artıq qadın kişidən üstündür və salam. Yox, üstündür nədə? Ruzuda Allah onu üstün etdi. Yəni ona daha çox ruzu verdi. Amma o ondan əgər pulu çox gətirdisə, ruzusu ona daha çox verilibsə Allah tərəfindən, o demək deyil ki, qadın kişidən artıq üstündür, indi kişi yox, qadın yumruğu vuracaq stolun üstündə ki, belədir. Qanunu qadın hökmü verəcək, yox. İndi bunun kimi bəzilər elə bilir ki, əgər mən ruzumu gətirirəmsə, yeməyi gətirirəmsə, əmr mənimdir. Mən nə dedim odur, mənim gücüm səndən çoxdursa, demək mən səni nə istəsəm əmr də eləyərəm, əmrimə tabe də eləyərəm, lazım olsa döyərəm də, lazım olsa təhqir də eləyərəm. Belə düşüncələrlə düşünüb və insanın üzərinə Rəbliyini iddia edir. Ki Allah Quranda deyir ki, bir-birinizə Rəbli iddia etməyin. Kim özün Allahdan başqa mən də Rəbəm, Rab deməsin, hətta əməlində belə göstərsin, artıq Allah nə edəcək? Artıq o adama sübut eləyəcək ki, Rəb sənsən, yoxsa Rəb mənəm. Əmr mənimdir, yoxsa sənindir. Məsəl üçün, ola bilər ki, bir kişi içki içir, Allahın qanunlarına zid gedir, namaz qılmır, oruç tutmur, zəkat vermir, Quran oxumur, sonra içki içir, zina eləyir, bir çox günahları törədir. Faizə gedib girmək istəyir. Qadın da ona qayıdır, deyir ki, içkini tərk et, zinanı tərk et, zinanı tərk et deyirəm. Yəni, bütün bu günahlardan uzaqlaş, yoxsa bizimki səni ilə alınmaz. Yəni ki, bizim ailəmiz dağıla bilər. Və hər dəfə bu mübahisə gedir və qadın bunu deyir, kişi ilə mübahisə edir. Kişi, indi siz qərarı verin, görək ki, kişi burada üstün olmalıdır, kişi sözündə, əmrində, əməlində daha doğrudur, üstündür, yoxsa orada qadın. Təbii ki, burada artıq qadın onun ağlında, elmində, imanında kişidən daha üstündür burada. Və orada ram olunacaq hökm varsa, o da kişi gərək onun nəsiyyətlərinə, öyüdlərinə qulaq asıb və ram olsun yenə kimə? Allahın ayəsinə. Çünki qadın Allahın ayələrini deyəndə artıq bu qadının əmri, bu qadının iddiası deyil. O Rəbbimizin Quranda
əmrini çatdırır. Əgər belə olduğu halda, əgər kişi haqdırsa, dəlili kitabdan və Rəbbimizdəndirsə, onda təbii ki, qadın da istər qadını olsun, istər atası olsun, istər anası olsun, istər qohumları, dostları, kim olur olsun, həmin ayəyə, həmin Allahın əmrinə, kitabına hamısı ram olub təslim olmalıdır. Yox, əgər burada belə bir şey olsa ki, qadın desə Allahın ayələrini və dəlilini Allahın kitabı ilə, əmrləri ilə gətirib çıxartsa, dəlillərini versə, onda artıq kim burada üstünlüyü təşkil edir? Əgər qadın gətirirsə, demək qadındır. Odur ki, burada mən üstünəm, sən üstünsən, mən səndən güclüyəm, sən məndən zəifsən mövzusu deyil. Burada mövzu budur. Mənə bəziləri sual verir ki, kişi evdə əmrini verir, yoxsa haqdır, sözü keçməlidir, yoxsa qadının. Deyirəm, nə kişinin, nə qadının. Allahın. Yəni, əgər qadın haqq deyirsə, qadının sözü keçir. Çünki Allahın sözünü deyir. Kişi haqq söz deyirsə, demək kişinin sözü keçir. Çünki kişi haqqı deyir. Mən bu barədə biraz geniş danışa bilərəm və dəlilləri verə bilərəm. Hətta bir balaca bir qısa bir mövzu deyim sizə. Mücadilə surəsindən 58-ci surədə Allah orada buyurur ki, həqiqətən Allah eşitdi səni, eşitdi o qadının şikayətini ki, əri barəsində şikayət edənin və səninlə mübahisə edən qadının şikayətini Allah eşitdi. Və orada kim qalib gəlir? Qadın. Təsəvvür edin ki, kişi, qadınla kişi mübahisə edir. Qadın durur evdən çıxır, gedir Peyğəmbər Məhəmmədə neynir? Şikayətini çatdırır. Və Peyğəmbər deyir ona ki, get evə və yoldaşımın yanında ol. Çünki ayə hələ nazil olmamışdı. Peyğəmbər də heç vaxt ayə nazil olmadan özündən, beynindən hökm vermirdi. Amma orada, indi bilmirəm, haqq hansı tərəf necə olub əslində orada. Amma yəni yazdıqları rəvayətlərə görə, hədislərə görə, dediklərinə görə Peyğəmbər kişiyə tərəf olub orada. Yəni nə mənada sən gəlmirsən, mənə şikayət edirsən, get ərvin yanına. İndi olub da deyib də, məsələn, belə bir rəva. Mən onu bilmirəm, heç inanmaram da elə bir şeyə olsun. Amma ki, indi deyək ki, yəni barışıq olsun deyə, daha da böyük qlobal şişməsin deyə Peyğəmbər ola bilər ki, yumşaldıb deyib ki, tərəfi deyib ki, yəni ged evə, sakitləş və ged evə. İndi olub, misal üçün belə, yüngül. Amma buna baxmayaraq ki, Peyğəmbərlə mübahisə belə edib, mübahisədən söhbət gedir və şikayət edir qadın. Həmin mübahisədə qalib gələcək tərəf qadın olur. Və kişi cəzalandırılır. Orada sonra şeylər keçir ki, kişi cəzasını burada bu kəfarələrlə çəkməlidir. İndi görürsünüz ki, hətta belə qadın haqq olduğu halda gəlib Peyğəmbərlə də belə mübahisə eləmişdi. Və qalib də gəlmişdi. Kimə? Ərinə qalib gəldi. Və dedi ki, ispat Allah ayə onun haqqında nazil edildi. O hadisə haqqında ayrı mövzu eləyəcəm. İndi qaydırıq mövzumuza ki, Allah Quranda deyir ki, Ər-ricalu qavvamuna ələ nisai. Demək, kişilər qavvamıdır üzərində nisa, qadınların. Bax, zövcələrinin demir. Burada öz zövcələrinin işlətmir Allah, qadınların deyir. Yəni, bu günləri sən ata olaraq qızının da üzərində qəvvamsan, anavın da üzərində qəvvamsan, sənin himayəndə olan qadınların da üzərində qəvvamsan. İndi biz gəlməliyik ki, qəvvam sözünün öz mənası nədir? Qəvvam qayyum sözünün kökündən götürülür ki, Əl-Hayyul Qayyum kürsü duasındakı qayyum, Hayyul Qayyum diri, mövcud, diri və ayaqda olan, yəni qimə sözündən götürülən qiyamə, yəni qiyamda olmaq, daim ayaqda olmaq, daim nəzarətdə olmaq. Allah yaratdıqlarının, bütün yaratdığı məxluqatların və yaratdığı bütün şeylərin üzərində qiyamdadır və o mövcuddur, hər zaman yanındadır, hər zaman yəni qiyam oturmağın əks mənasıdır. Yəni oturmaz. Və ona görə də kürsü duasında dalıcan deyir ki, və yoxdur yuxusu. Nə mürgü bilər, nə yuxu. Yəni mürgüləsin, dincəlsin, kiməsə həvalə eləsin. Yox, o özü daim üzərindədir, daim özü mövcuddur həmin hadisədə, daim özü himayə edir bütün hadisələri. Nəzarət edir, himayə edir. İndi buradan nə çıxır? Buradan belə çıxır ki, həmin o qəvvam sözü də onun kökündən götürülən qimə sözü də, qimə, məsəl üçün qiyam sözü onun üstündən
kökünden, eyni kökünden götürülür ki, yani daim qayğıda olan, daim qiymətləndirən, bir mənası qiymətləndirən, bir mənası dəyər verən, bir mənası qayğı göstərən, nəzarət edən. O demək deyil ki, yəni kişi qadın üzərində qayyumdur, qəvvamdır. Bizim sözdə də, məsəl üçün, Azərbaycan sözündə də qayyum var. Qayyumluq. Məsəl üçün, deyir ki, yetimlərə qayyumluq edir. Yəni, himayə edir, qoruyur, onun üzərindədir. Məsəl üçün, himayədarlıq, qayyumluq eləmək, yəni himayə eləmək, yəni vəkillik eləmək. O qayyum, həm də vəkil də, məsəl üçün, öz qoruyucusunu neynir? Ona qayyumluq edir. Evlatların üzərində qayyumluq edir ata. Bütün bu qayyum sözü, mənası, bütün hamısı qəvvam sözü ilə, kökü ilə eyni olan köklü sözdür. Və biz bilməliyik ki, həqiqətən doğrudan da kişilər, qadınlar üzərində nə olmalıdır? Qəvvam olmalıdır. Yəni, mövzu o deyil. Məsəl üçün, bir kişi gedə bilər ki, gedə bilər, o mövcud olmaq, yanında olmaq sadəcə bir fiziki mənada deyil. Yəni, mən sənə hər zaman dəstək də verərəm, hər zaman yanındayam, hər zaman səni qoruyuram, hər zaman sənin qeyrətvi, namusvi, himayəvi, sən nə ac qalmazsan, nə suz qalmazsan, nə səni kimsə incidə bilməz, nə heç kim sənə haqsızlıq edə bilməz. Və qadın kişinin qəvvamlığını hiss eləməlidir. Bütün canı ilə, ruhu ilə, bütün həyatı ilə hiss eləməlidir ki, mənim başımın üzərində mənim qayyumum var. O, haçan ki evdəydi qadın, fikirləşirdi ki, o mənim atamdır, qardaşımdır. Haçan ki ərə getdi, artıq onun qayyumu, qəvvamı avtomatik olaraq keçir kişiyə. Ata həvalə eləyir, ərə verdiyi kişiyə, kürəkəninə verir qəvvamlığını və o artıq onun o əmanəti ondan alır və ona sahib çıxmalıdır. Ola bilər ki, o olsun ya Türkiyədə, ya Rusiyada, ya mənəm harda, vacibdir başın daim üzərində belə ayaq üstə dayansın. Sadəcə olaraq onun üzərində qəvvamlığını hamı da bilməlidir. Hamı da hiss eləməlidir ki, onun üzərində filan kəs qəvvamdır. Yəni, Türkiyədədir, başlı başınadır, söhbəti deyil. O bilir ki, onun himayəsi altında, qayyumluğu altında, onun nəzarəti altında, burada olmasa da oradadır, yenə nəzarətindədir. Başlı başına olsa həmin qadın bir çox qəlbində mərəz olan, xəstəlik olan adamlar bir çox şeylər, bir çox xəsarətlər yetirə bilər o qadına.